Əzizim, yaxşı ki, yağış da kəsib birazca. Çiynimi söküyüb bu nəm ağaca, sənə məktub yazmaq istəyirəm mən. Nə bilmək olar ki, sabah döyüşdü. Döyüşdə ölməksə lap asan işdir. Hələ bir gecəlik vaxtım var azı. Bu qara qələmim, bu ağ kağızım, sənə məktub yazım. Yazım, nə yazım? Yazım, kimə yazım? Bilmirəm axı, bilmirəm adını, ünvanını mən. Əgər belə yazsam, çatar mı görən? Hər axşam 7-də şəhərdən gələn Bakı Suraxanı qatarındakı 3-cü vaqonun lap axırında ən küçdə oturan bəstəboy qıza, altda da imza. O qızın dərdindən ölən bir əskər. Nə deyim valla? Bəs birdən sabah döyüşdə doğrudan mən ölsəm əgər. Sonra dostlar səni axtarıb, tapıb, mənim məktubumu sənə versələr. Elə vaqondaca məktub əlində, donub qalsan yerində. O məktuba baxa-baxa, nə illah eləsən də heç cürə yadına düşməsəm sənin. Pərt olub qalsanız, dostlar da, sən də. Bəs birdən o vaqonda səni də, məni də tanıyan olsa, mənə ürəyində ağlayıb, onda səni ürəyində qınayan olsa, sonra o söz söhbət vaqondan çıxıb, qohuma, qonşuya yayılsa əgər, bizi tanıyanlar elə bilsələr, yəqin nəsə olub aramızda da, ölənlə ölməzlər axı desələr, vallah günah yoxdur, yazıq qızda da. Sonra illər boyu elə sənin də üstündə adımın kölgəsi qalsa. Bir vaxt ərə getsən, laf ərinin də qəlbində bir şübhə ləkəsi qalsa. Sən də ürəyində mənimlə hərdən acıqlı-acıqlı söhbət eləsən. Sənin zəhlən getsə axırda məndən, axırda lap mənə nifrət eləsən. Yox, bu lap ölümdən betər olar ki, odur ki, mən sənə heç nə yazmıram, kefini pozmuram, yaşa əzizim. Səhər döyüşdə ölən əskərin cibində tapılan qana bulaşmış kağızda bircə kəlmə söz vardı, əzizim.